Deyirəm peşəm var da. Akşam xına aparıcısı, toy aparıcısı, sabah tut oğrusu. Buna bak. Ay Allah döküldü. Koy yerleştirme. Vay 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 vay. Oğruq diləyəmirəm. Orada bir yer yerində bir kapıda qara tut görmüşdüm. Dedim ben bundan gelip sabah yığacağım. Geldim yığdım. Tutun yəsi işe çıxsa deseydi ki xeyir olan həm tutumu yığırsan. Mamamın mənə danışdığı hadisəni danışacaqdım. Demək uşaq vaxtı biz Gürcüstanda yaşayanda orada hamının agarodu vardı da. Balaca sahəsi çayın qırağında. Biz binada kalırdıq, 8-ci mərtəbədə yaşayırdıq. Demək hamı orada əkir pomidor, biber, xiyar, nə bilim pomidor. Kimin nəyi var? Bir ki mamam deyir ki gördüm ki mesela üçün koymuşam ki burada mesela 3 tane badımcan var. Həftənin sonra aparıb qızardacağım. Gəl görüm biri qalır kisi yoxdur. Ərimir güdüb. Güdəndə görüb ki bir dul qadın uşağı ilə tanıdıqları da yəni qəsəbədən gəlir nə tər uğurlayır. Birindən 2 badımcan, birindən 2 ovuc lobya, birindən 2 biber. Talan eləmir, birindən 1 kövər kartof. Talan eləmir, ehtiyacı olan qədər götürür çıxır gedir. Mamam deyir xeyr ola biz əhmişik sən aparsan. O da qalxır deyir ki Allah vurmuşdu səni. Səndə var məndə yoxdur deyə mən acından ölməliyəm. İndi mən də tut yəsi eşə çıxsaydı deseydi düzdür mən Allah vurmuşdu deməzdim. Derdim Allah qapını şeyini eləsin. Səndə var məndə yoxdur deyə mən tam arzı qalmalıyam. Mən də yeməliyəm. Hə, indi burada ağzı göçəklər yazacaq ki pulun yoxdur ged al. Niyə yoxdur? Var. Birinci oğurluq adrenalini yüksəldir, xoşuma gəlir. Uşaqlığım yadıma düşür. İkincidə tut ağaçdan yeyirlər. Bazardan alınmaz.